Bu haram balığıdır. Bu Türkiye. Türkiyənin. Bəli, Qaradeniz. Deməli yerli deyil. Balıqçılıq haqqında hazırlanan yeni qanun layihəsinə görə alıcılar məhsulun mənşəyini özləri müəyyən edə biləcəklər. Yaradılacaq elektron sistemdə balığın mənşəyi, həcmi, növü haqqında məlumatlar öz əksini tapacaq. İstehlakçıların hüquqlarının qorunmasında həm də onların sağlamlığı üçün önəmli addımlardan biridir. Dəniz məhsullarının həm ovlandığı yerdən, eyni zamanda tarixi məlumatlı olacaqlar. Bir çox hallarda bu məhsul dondurulmuş şəkildə satılsa da, soyudulması da nəzərdə tutulub, o temperaturda saxlanılması belə elektron sistemdə öz əksini tapacaq. Bəs yeni qanun layihəsini alıcılar və satıcılar necə qiymətləndirir? Alıcı da nə qədər olmasa biləcək ki, aldanmır. Yəni aldanmadığına sübutdur, belə deyək. Amma əfsuslar olsun ki, çox vaxt aldadırlar satıcılar. Bu sistem olsa yaxşı olar. Biz üçün o rahat olacaq ki, alıcı biləcək də nə alır, nə inir. Biz ona elə vaxt yarım saat danışırıq, başa salırıq, görürsən inanan var, inanmayan var. Ancaq mallarımız təmiz olanda, üstündə hər şey sertifikatı olanda rahat olur. Mallar üstündə yazılacaq ki, hansı nə ilə gəlir. İrandan gəlir, Gürcüstandan gəlir, yerli mal gəlir, hamısı bilinəcəkdir. Mütəxəssislərin sözlərinə görə bu yenilik nə idxalı azaldacaq, nə də yerli istehsalı artıracaq. Sadəcə seçim və rəqabət mühiti üçün geniş imkan yaradacaq. Fərdi ev təsərrüfatlarında müəyyən xərc artımına gələ bilər. İlkin mərhələdə onlar üçün müəyyən çətinlik yarada bilər. Amma ümumilikdə bazarda şəffaflığın artırılması, məhsulun mənşəyi haqqında alıcılara düzgün məlumat verilməsinə xidmət etdiyinə görə informasiya asimetriyası, informasiya keyfiyyətsizliyi problemi aradan qalxır. Yeni qanun qüvvəyə mindiyi gündən balıqçılıq haqqında 27 mart 1998-ci il tarixli qanun ləğv ediləcək. Səknəbəyim Cəfərova, Mirəziz Mirəloğlu, Valid Bəxtiyaroğlu, Gülşanə Mahmudova, ASTV Xəbər.